Avropa Parlamenti son illərdə mandatından kənar, dövlətlərin daxili işlərinə qarışmaqla demokratiya kartından təzyiq vasitəsi kimi istifadə edir və müxtəlif korrupsiya skandallarına yol açır. Avropada ksenofobiya, islamofobiya, irqçilik və bu kimi bir çox diskriminasiya növləri yayıldığı bir vaxtda Avropa Parlamenti üzvləri nəinki bu meyllərlə mübarizə istiqamətində iş aparırlar, həmçinin bunu təsdiq edirlər və bunu təbliğ edən parlamentarilər də az deyil. Müstəmləkəçiliyi 21-ci əsrdə də davam etdirən Avropanın kolonial gücləri bir dəfə də olsun dəniz aşırı ərazilərdə və koloniyalarda baş verən insan hüquq və azadlıq pozuntuları barədə Avropa Parlamentində məsələ qaldırmayıb. Məqsədli assimilyasiyaya məruz qalan yerli insanlar həmin ərazilərdə suverenlik, öz müqəddəratını həll etmək kimi çağırışlar edirlər. Lakin onlar kolonial güclər tərəfindən onların dinc aksiyaları susturulur. Hər biri vəhşiliklə hər birinin qarşısı alınır, onlar təqib edilir, aktivistlər cəzalandırılır və həbs edilirlər.